Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, həmçinin Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar yol infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə cari təmir işləri həyata keçiriləcək. Qlobal Net xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, qeyd olunan işlərin bayram günlərini təsadüf etməsi və nəqliyyat axınının nisbətən azalmasını nəzərə alaraq həyata keçirilməsi planlaşdırılır. Bu çərçivədə paytaxtın bir sıra avtomobil yollarında 23 mart 2026-cı il saat 8:00-dan 30 mart 2026-cı il saat 22:00-a dək təmir işləri aparılacaq. Təmirlə əlaqədar hərəkət bağlanmayacaq, məhdudiyyətlər yalnız təmir işləri aparılan zolaqlar üzrə tətbiq ediləcək. Agentlik tərəfindən təmir işləri ümumilikdə 42 ünvanda aparılacaq. Təmir olunacaq küçələrin ümumi sahəsi də təqdim edilir və hansı küçələrdə təmir aparılacaq? Heydər Əliyev prospektidir, 8 noyabr prospektidir, Ziya Bünyadov prospekti, Babək prospekti, İnşaatçılar, Tbilisi, Nərman Nərmanov, Bayraq meydanına gedən yol, Hüseyn Cavid prospekti, Abbas Mirzə Şərifzadə küçəsi və digər küçələrin təmir olunacağı ilə bağlı xəbərlər verilir. Amma dediyimiz kimi, yəni orada hərəkət tam şəkildə məhdudlaşmayacaq, sadəcə zolaqlar üzrə hərəkət məhdudlaşacaq.